Ukrayna prezidenti Volodymyr Zelenski İrandakı etirazlara açıq dəstək verib. Missiyaz xəbər verir ki, siyasətçi bu barədə özünün ilk sosial media hesabında fars dilində paylaşım edərək İranda baş verənləri üsyan kimi dəyərləndirib. Onun sözlərinə görə bu proses Rusiyaya da aydın mesajdır və müttəfiqləri üçün vəziyyətin asan olmayacağını göstərir. Ukrayna lideri bildirib ki, dünyadakı hər bir adi insan İran xalqının mövcud rejimdən azad olmaq şansı əldə etməsini istəyir. Zelenski bu rejimin yalnız İran daxilində deyil, Ukrayna və digər ölkələr də daxil olmaqla bir çox yerlərdə böyük əzab-əziyyətə səbəb olduğunu qeyd edib. Siyasətçi əlavə edib ki, dəyişiklik üçün yaranmış bu tarixi məqam qaçırılmamalıdır. O həmçinin vurğulayıb ki, dünya liderləri, ölkələr və beynəlxalq təşkilatlar indi hərəkətə keçməli, İrandakı mövcud vəziyyətə görə məsuliyyət daşıyanların aradan qaldırılması üçün İran xalqına real dəstək göstərməlidirlər. Daşqın Həsənov, İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.